Salam millət, hər vaxtınız xeyir olsun. Hər birini salamlayıram uşaqlar. Bugünkü videomuz çox maraqlıdır. Sona qədər baxmaq lazımdır, çünki burada texniki analizdən söhbət gedəcək millət. Necə analiz eləmək lazımdır, time frame-lərlə işləmək lazımdır və düzgün əməliyyat açmaq lazımdır ki, gəlirli olasınız. Hal-hazırda kənarda siz qrafik görürsüz. Bu təlimi keçdiyim vaxt ərzində həmən qrafik açıq olacaq kənarda. Sadəcə görəsiz ki, yəni hal-hazırda mən sizə dediyim situasiyanı mən real olaraq kommentirovat eləyirəm və bu siqnal bizim siqnal qrupumuzda verilib. Kim məlumat almaq istəsə, prosta Instagrama yazır, sadəcə Instagrama yazırıq uşaqlar, vəsə məlumat alırıq və istəsəz mən açdığım siqnallara da girə bilərsiniz. Yəni biz problem. Öyrənmək istəyənlər üçün akademiya var. Vəsə uşaqlar, bizdə burada nə var? Biz burada nə görə bilərik? Hal-hazırda gəlin biz bunu biraz belə eləyək, bir dəqiqə. USD frank siqnalımız olub. Hal-hazırda kənarda görə bilərsən, yəni kanalda verilib və nəyə görə? Burada bizdə Elliot millət 4 saatlıqda yuxarı göstərir. Yəni bizim Elliotumuz hal-hazırda görə bilərik ki, baxın, keçid alırıq bura. 3-cü nöqtəmiz. Yəni bizdə 1 2, 3, 4 və bizdə gedir 5. 5-ci dalğadan sonra bizdə korreksiya əmələ gəlir uşaqlar. Korreksiya əmələ gəlir. Korreksiya nə üçündür? Çünki millət likvidlik yığılmalıdır və məsəl üçün longistlər özünüz yaxşı bilirsiniz. Yəni çoxdan da izləyirsiniz kanalı və siz bilirsiniz ki, mən nədən söhbət edirəm. Burada longistlər və shortistlər var. Longistlər burada hal-hazırda mənim fikrimcə, mənim zənnimcə çoxdur və biz görə bilərik ki, millət, bizim burada belə bir şamımız var, hansı ki mən bu xidmətdən istifadə edirəm. TradingView-da, yəni abyom şamları, hansı ki bizə burada böyük bir long göstərişi verib və həmən long göstərişi millət burada yuxarıda da olub, görürsünüzmü? Biz bunları görürük, biz bunu 4 saatlıqda görürük. Amma millət burada belə bir şey var. Mən düşünürəm ki, qiymət aşağı gedəcək hələ, yəni bu 4 saatlıqdır və mən düşünürəm ki, bu qiymət hələ biraz da gedəcək. Çünki uşaqlar, mən belə bir şey görə bilərəm burada. Bu tam olaraq təlim xarakterlidir uşaqlar. Yəni belə təlimlərdən çox yararlanmaq istəyənlər təbii ki, gəlin akademiyada öyrənin uşaqlar, öyrədirəm mən sizə bunu. Millət, burada biz görə bilərik ki, belə bir korobka var. Yəni bu korobkanın içindədir qiymət. Hal-hazırda bizim konsolidasiya bu korobkanın içində gedir. Bax, bu korobkanın içində gedir uşaqlar. Bu korobkanın içində biz hərəkət edirik. Biz hər dəfə bu korobkanın dibinə dəyib qayıtmışıq. Bir dəfə, 2 dəfə, bu bizdə 3-cü dəfədir. Və buradan nəyə görə mən short istəyirəm? Çünki uşaqlar, gəlin bunları yığışdırım. Nəyə görə short istəyirəm millət? Baxın, video spontanlıdır. Sırazu çəkirəm uşaqlar. Çox şey danışmıram ki, bu dəqiqə bu əməliyyatı qaçırtmayım. Çünki mən bunu sizə canlı göstərməliyəm. Ona görə də uşaqlar, mən buradan short açmışam və sırazu videonu çəkirəm. İndi ola bilər ki, plansızdır və burada hansısa bir fikirləşmələr olar, amma yenə də uşaqlar deyirəm ki, sizə, yəni bu spontanla çəkilən videodur sırazu. Baxın uşaqlar, mən bunun düşəcəyini gözləyirəm. Çünki millət, mən fikirləşirəm ki, buraları biz görməmişik. Elə bil ki, biz bir dəfə vermişik və biz baxsaq, görə bilərik ki, baxın, bizdə Fibonacci sahələri olmalıdır uşaqlar. Biz Fibonacci sahələrində görə bilərik ki, biz sadəcə 0.5-i görmüşük всего. Sadəcə 0.5-i görmüşük uşaqlar və bizdə bu sahə boşdur. Mən düşünürəm ki, burada onların orderləri var millət. Onlar kimdir? Onlar uşaqlar, market makerlərdir. Hansı ki, görürlər və sizin stop losslarınızı vurub çıxardırlar oyundan. Hal-hazırda kənarda görürsünüz, bizim pozisiyamız bayaq $400 artıq $600 gəlib və biz aşağı əməliyyat açmışıq buradan. Yəni aşağı əməliyyat açmışıq uşaqlar. Stop loss, take profit görünür. 2-nin 1-ə strategiyasıdır və burada gözəl bir situasiya görmüşük və əməliyyat açmışıq. Qıdətə baxın, biz əməliyyatı açmışıq hardasa buradan və bizim qiymətimiz gedir. Biz istəyirik ki, bura gəlsin və uşaqlar, biz gözləməliyik. Baxın, demək, elədiyiniz səhvlərin çoxu bura dəydimi? Dəyəndən sonra sırazu aşağı açmadı. Yox uşaqlar, gözləməlisiniz. Bu buradan aşağı keçməlidir. Baxın, bu sahə, bu şamdan gəlin belə eləyək. Mən sizə bu bildiyiniz təlim videosuz uşaqlar. Baxın, buradakı şam millət. Baxırıq. Görürsünüzmü? Burada şam var uşaqlar. Bu şamdan biz aşağıda hansısa bir şamımızı bağlamalıyıq
Bu hal-hazırki momentdə 4 saatlıqdır. Yəni 4 saatlıq şamımız bizim bu sahənin altında bağlanmalıdır ki, biz buradan rahat bir short əməliyyatı və buranın aşağı gedişatına keçid alaq. Burada deyirlər retest, yəni getsin, qayıtsın. Bir də var breakout. Siz keçid ala bilərsiniz. Biz buradan ümumiyyətlə tez əməliyyat açmışıq, çünki mən burada konkret olaraq tələ görürəm və bu tələni mən qaçırtmaq istəmirəm. Hansı ki, bu tələyə başqaları düşəcək, yəni mən yox. Ona görə də burada əməliyyatımı açıram. Və uşaqlar, artıq biz gəlirdə olduğumuza görə bu dəqiqə əməliyyatdan çıxanlar da var, əməliyyatda qalanlar da var və yaxud da ki, trolling eləyib qarşıya çəkənlər də var. Stopların qabağa çəkirlər ki, birdən qiymət dala qayıtsa, itki ilə bağlanmasınlar. Deməli millət, burada artıq biz xeyirdəyik. İtki yoxdur və biz artıq sadəcə öz teykimizi gözləyirik. Teykimiz bizim gəlib çıxacaq hardasa buralara, uşaqlar. Yəni burada bizə zona var və bu zonaya nəyə görə? Çünki millət, bu zonada dayanma olacaq, bu zonada korreksiya olacaq və düşündüyümüz yer bax buradır. Əslində baba qiymət buraları məncə bir iynə ataraq görməlidir. Sadəcə belə bir şey var. Bura bazardır və burada geri atmalar olur və bu geri atmalarda siz stop olub çıxmayasınız. Bizim stopumuz qıcıya da buradadır və buradan yuxarı gedərsə, qoy stop olsun, eybi yox. Sizi aparmasın yuxarı millət. Məsəl üçün, sizdə belə bir əməliyyat var və qiymət dedi ki, mən getmək istəyirəm yuxarı. Gəlsin, eybi yox, sizi burada stop eləsin, çıxartsın oyundan, problem yoxdur. Çünki siz buralara gedib, buralarda oynayınca bu hərəkətləri qayıdacaqmı, qayıtmayacaqmı bilməmək səbəbi də var sizdə. Buna girməyə ehtiyac yoxdur. Stop olsun, çıxsın, problem yoxdur. Всё. Stop olsun, çıxsın, eybi yox. Siz davam eləməyəsiniz. Əgər eybi yox, yuxarıdan gedər, bir dənə də korreksiya verər, bəli, oradan keçid almaq olar yenə də aşağı. Və biz burada hal-hazırda aşağı gedişat görürük. Biz gözləyirik millət. Bu sahə qırıldı mı, konkret short əməliyyatıdır və siz buradan gözəl bir shortlarınızı aça bilərsiniz. Məsəl üçün, gəldi. Burada deyək ki, şamın bədəni uşaqlar. Söhbət şamın bədənindən gedir. Yəni iynə yox. İynə burada bağlandısa iynə ilə, o gedib uşaqlar gəlib buralarda bağlansa, məsəl üçün şamın bütöv yeri burada bağlansa, xəttdən yuxarıda, həmən bu zonadan. Demək millət, burada artıq short girmək təhlükəlidir. Çünki biz istəyirik ki, bizim iminli həmən bu əməliyyatımızda qiymət tam dəqiq olaraq göstərəcəm hal-hazırda. Biz istəyirik ki, qiymətimiz tam olaraq buradan aşağıda bağlansın. Yəni, buradan aşağıda bağlansın və biz buradan short əməliyyatlara üstünlük verəcək. İndi millət, söhbət nədən gedir? Söhbət ondan gedir ki, bu bizdə 4 saatlıq şamdır və biz 4 saatlığa görə bu əməliyyatı açmışıq. İndi isə biz keçirik. 1 saatlığa baxırıq və 1 saatlıqda başqa bir situasiyanın şahidi oluruq. 1 saatlıqda bizdə 2 dəfə yuxarı toxunuş var artıq və biz görə bilərik ki, bizim stop lossumuz niyə görə buradadır? Bizim stop lossumuz uşaqlar. Bax, buralarda da qıcıya yüngülvari buradan yuxarıda. Əməliyyatımız hardasa buralardan açılıb, aydın olurmu sizə? Hardasa buralardan açılıb əməliyyat. Yəni biz aşağı getmək istəyirik. Sadəcə biz görə bilərik ki, burada qiymət biraz dayanıb və bu qiymət burada biraz oynamaq istəyir. Çünki burada özü üçün belə bir koridor yarada bilər və bu koridorun içində hələ biraz oynayıb sonradan aşağı gedə bilər uşaqlar. Yəni aşağı gedə bilər. Və yaxud da ki, yuxarı gedə bilər. Təbii ki, yəni biz burada vanga deyilik. Biz sadəcə texnika analiz eləyirik, sayda bir də traderik və burada biraz pul qazanmaq istəyirik. Buradan əməliyyatımız açılıb və biz bu sahənin qırılmağını gözləyirik. Biz istəyirik ki, əsas olaraq uşaqlar, əgər siz dəqiq əməliyyatlara girmək istəyirsinizsə, yəni burada hal-hazırda korreksiya gözlənilir, bəli. Dəqiq əməliyyat istəyirsinizsə, siz sadəcə gözləyin, gəlsin, buraları qırsın, burada bir bərkimə olsun. Bax, buradan artıq siz entry olaraq girib aşağı short girə bilərsiniz. Tam rahat bir şəkildə. Bizim hal-hazırda girdiyimiz biraz risklidir. Çünki erkən əməliyyata girmək sayılır bu. Və o da nəyə görədir uşaqlar? O da ona görədir ki, millət. Baxın, biz buralara gəlirik. Aydın olurmu sizə? Bura gəlirik. Mənə elə gəlir ki, biz bura gəlirik.
Mənə elə gəlir nəyə görə deyirəm? Çünki millət mən dəqiq bilmirəm və heç kim bunu dəqiq bilmir. Mənə elə gəlir ki, onlar hələ bu sahəni yoxlayacaqlar. Mənə elə gəlir. Ancaq bu sahəyə gələnə kimi bunlar neçə dəfə burada hərəkət eləyəcək, onu artıq heç kim bilmir. Bax, siz yönü tuta bilərsiniz. Amma uşaqlar, o yönə gedənə kimi bazar neçə dəfə o yan bu yana gedəcək, siz onu bilə bilməzsiniz. Nə qədər o burada oynayacaq, onu bilmək olmur. Biz sadəcə bilə bilərik ki, məsəl üçün, aha, bir dəfə toxunuş var, iki dəfə toxunuş, üçüncü toxunuşdan sonra belə bir situasiya baş versəydi, məsəl üçün, gəlin mən sizə bunu belə bir demonstrasiya eləyim. Harda məndə var idi o, tak, belə bir şey götürüm. Məsəl üçün, buradan bu tərəfə çəkim. Deyək ki, bunu götürürəm uşaqlar və bunu mən belə bir Myriad, görəyim, Myriad yox, belə bir şey eləsəm. Hə, deyək ki, belə bir şey olsaydı uşaqlar, məsəl üçün, gəlib artıq üçüncü dəfədə dəyib və aşağılara gedib, bu artıq daha dəqiq siqnal olardı. Çünki 3 dəfə bura dəyib və 1 saatlıqda buranı qıra bilməyib uşaqlar. Bu çox gözəl bir siqnal olardı ki, biz artıq şortlara başlayaq. Yəni burada yaxşı olardı. Hal-hazırda biz yenə də əməliyyat açmışıq. Yəni mən deyirəm, İstəyənlər buradan artıq çıxa bilirlər. Yəni təxmini $1000 gəlir olacaq 3 lot üçün. Buralardan çıxa bilirlər. Hal-hazırda da çıxa bilərik. Məsəl üçün $670-la. Sadəcə mən take stop loss qoyuram və mən dəymirəm əməliyyatı. Ona görə də mən gözləyirəm sadəcə. Baxıram. Bəli, gələr burada hansısa bir deyək ki, gəldi. Допустим. Çox dayandı burada. Atdı, sonra yenə də gəldi, yenə də gəldi, yenə də bərkidi. Burada ucu mənasızdır, çünki bağlayıb çıxmaq lazımdır. Bu yenə də gedəcək yuxarı və ondan sonra qayıda bilər aşağı. Siz vaxt itirə bilərsiniz. Yuxarıdan yenidən satmaq olar və yenə də aşağıdan götürmək olar. Ona görə vaxt itirmək lazım deyil. Əgər gördünüzsə qiymət qırıb getmir artıq burada dayanıb və siz sadəcə çıxın əməliyyatdan. Bu strategiya millət binary optionsda da işləyir. Millət kimin nə sorğu sualı varsa Instagrama yazırıq. Məncə bu təlimdən siz çox şey götürdünüz uşaqlar. Bu təlimdən çox şey götürdünüz. Və nə istəyiniz varsa yazırsınız Instagrama və məlumat alırsınız. Akademiyada qoşulub tam olaraq öyrənə bilərsiniz. Çünki orada təlimlərimizi və PDF-lərimizi yükləyirəm. Vaxt olduqca sizinlə paylaşıram yeni bildiyim şeyləri. Millət, H1-dən sonra mən keçirəm M15-ə və M15-də öz əməliyyatıma baxıram. Bundan aşağı əməliyyatlara keçid almaq o qədər də ehtiyac yoxdur. Yəni siz eyni şeyi görəcəksiniz, sadəcə daha xırda time frame-də. Məsəl üçün siz əgər 15 dəqiqəlikdə day trade eləyirsinizsə, siz 5 dəqiqəlikdə, 1 dəqiqəlikdə əməliyyatlarınızı aça bilərsiniz və daha dəqiq yerdən əməliyyata keçid ala bilərsiniz. Məsəl üçün H4-də deyək ki, tam olaraq bir short görürsünüz, amma keçək M5-ə, biz M5-də short görürük, sadəcə biraz fərqli görürük, görürsünüzmü? Nə qədər burada qalxış var, düşüş var, amma H4-də sadəcə bir dənə şam var. Amma M5-də bizdə görün nə qədər. Siz korreksiyalardan məsəl üçün short girə bilərdiniz. Əgər siz 4 saatlıqdasınızsa və siz buradan əməliyyat açırsınızsa, sizə bu situasiya tam aydın olmursa, təbii ki, siz aşağı time frame-lərə keçib hansısa bir pattern axtarmalısınız. Patternlərin təlimlərini keçmişəm mən, göstərirəm patternləri də. Pattern tapmalısınız. Допустим, burada görün neçə dəfə yuxarı dəymə, ondan sonra aşağı gedişat olub və burada da biz görürük ki, millət belə bir breakout var və ondan sonra bizdə retest gəlir. Belə bir retest gəlir. Əgər biz onu elə qəbul eləyə biləriksə, bu burada da olub elənçinə bir W patterni və ondan sonra belə bir retest gəlib. Amma işləməyib. Gedib aşağı, çünki burada Elliot var. Ona görə millət Elliotdan da istifadə eləyin. Elliotda nə qədər də olsa sizə kömək edəcək. Uşaqlar, yəni belə. Burada çətinləşdirmək lazım deyil. Sadəcə yönü tutursunuz və lazım olan yerdən hərəkətə keçirsiniz. Biz burada görürük ki, 5 dəqiqəlik şamlarda bizim Elliotumuz 5-ci dalğanı buralarda göstərir. Yəni 5-ci dalğamız gəldikdən sonra, допустим, baxın, deyək ki, qiymət gəldi özü üçün 5-ci dalğanı gördü. 5-ci dalğadan sonra bizdə olacaq A, B və C. Belə bir şey əmələ gəlməlidir. Əgər buranı qıra bilməsək. Qıra bilsək uşaqlar təbii ki, yenə də aşağılardan aşağılara gedəcəyik.
Oldu millət. Təşəkkürlər videoya baxdığın üçün. Kanala abunə olmamısansa abunə ol. Belə videolar sənə maraqlıdırsa təbii ki, şərh bildir. Konkursun qalibini burada saxlamışam. Sən də gələn həftə konkursun qalibi ola bilərsən. Bunun üçün sadəcə şərh yaz, kanala abunə ol və bizə dəstək olduğunu bildir. Oldu. Nə sualınız oldu? Instagrama hər birinizə bolca keş arzu edirəm uşaqlar. Növbəti videoda görüşmək ümidi ilə.